Tələbələr, vektorların skaler hasilindən başlayaq. Oxşar sualları deməyəcəm. İlk hamısını deyəcəm, amma 1-dən 6-ya qədər eyni suallardır. Bunlardan bir dənə 6-cını deyək. 2 vektorun skaler hasilindən danışılır. 2 vektorun skaler hasili necə tapılır? Koordinatlarımız var. Koordinatların növbəli şəkildə bir-birinə vurub alınmış cavabları toplamaq lazımdır. Bunu buna. Yəni kökdə 10 üstə gəl 3 skaler hasilinin tapılma yoludur. Əgər koordinatlarla verilibsə. Vurmalıydınız digərinə. Burada da 4 çıx kökdə 11'i vurmalıydınız 4 üstə gəl kökdə 11'ə. 10 çıx 9 üstə gəl 16 çıx 11. Qəriblə oradan mənə 5-6 dənə qaləm gətir. 1 üstə gəl 5. Nə qədər elədi? 6. 1 üstə gəl 5, 6. Vəssalam. Keçdik. 7 nömrəli misal. A vektoru ilə -2, 6, 3 eyni istiqamətli vahid vektoru göstər. A vektoru ilə eyni istiqamətdə olan vahid vektor necə tapılır? A vektorunu A vektorunun uzunluğuna bölməklə A vektorunun uzunluğuna bölməklə A vektoru ilə eyni istiqamətdə olan vahid vektoru tapırıq. Əks istiqamətdə olanda bir də bura mənfi atmalısın. Deməli, A vektoru bizdə bəllidir. Vektorun uzunluğu necə tapılır? Kökün altında bunların kvadratları cəmi 4, 36, 9. Bu elədi 7. Yekun cavab. -2 bölü 7, 6 bölü 7, 3 bölü 7. Bu da 7 nömrəli misalın cavabı. Deməli, bir daha təkrarlayıram. Verilən vektorla eyni istiqamətdə olan vektoru tapmaq üçün, vahid vektoru tapmaq üçün, həmin vektoru bu vektorun uzunluğuna bölmək lazımdır. Belə bir cavab -7'də 2, 7'də 6, 7'də 3, Y variantında. 8, 9 skaler hasildir. 10 nömrəli misal. Fərqlidir. S vektoru verilib. Bütün fərqli sualları deyirəm. X, 3, 4. D vektoru verilib. -2, Y, -4. -2, -. Kollineardırlar. X, Y hasilini tap. Vektorlar kollineardırsa onların uyğun koordinatlar nisbəti bərabər olmalıdır. Buradan tənasübdən X vur Y -6'dır. Bu 10 nömrəli sual. Kollinear eyni zamanda paralel də deməkdir. Bu səbəbdən də 10, 11, 12, 13 nömrəli suallar eyni suallardır. Eyni tərzdə də yazılır. Fərqli sualları yenə də deyirik. 14 nömrəli sual. A vektoru verilib -9, -2, X. B vektoru verilib -2, -1, 4. Bu iki vektor perpendikulardır. Və A vektorunun uzunluğunu istəyir. Əgər iki vektor perpendikulardırsa, onların skaler hasili sıfıra bərabərdir. -9'u -2'yə vurdun, 18. -2'ni -1'ə vurdun, 2. 4'ü X'a vurdun, 4X. Bunlar birlikdə 0 verməlidir. 4X -20'dir. X -5'dir. A vektorumuz -9, -2, -5'dir. Bizdən A vektorunun uzunluğunu istəyir. Kökün altında 81 üstə gəl 4 üstə gəl 25. Kökdə 110. Belə bir cavab. Kökdə 110 cavabı D bəndindədir. Və keçdik. İki vektor arasındakı bucaq maksimum 180 ola bilər. 0'dan 180'a kimi. Və bu səbəbdən də belə çıxdı ki, 15 nömrəli misalda deyir, iki vektor arasında bucaq ola bilməz. 182 və 183.
Bunlar ikinci və beşinci S bəndi 16-da uyğundur. 17 14-ün eynisidir. Eyni zamanda 18 də. Fərqli olan misala gəldik. 19 və 20 eyni suallardır. Birini deyirəm, biri qalır. Yəni bir misaldan tələbə götürmədirsə, artıq ikinci misalı deməyin mənası yoxdur. Çünki götürməyəcək. Bir misaldan götürülməlidir, hər növə aid. İki vektor arasındakı bucaq. İki vektor arasındakı bucağı tapmaq yolu kosinus alfa bərabərdir. Sürətdə vektorların skalyar hasili, məxrəcdə vektorların uzunluqları hasil. Skalyar hasil 1'i 0'a vurdun. 0. 1'i 2'ye vurdun. 2. 0 onda 5'i 2'ye vurdun. 1. Kökün altında 1'in kvadratı, 1'in kvadratı, 0 onda 5'in kvadratı. Vur. Kökün altında 0'ın kvadratı, 2'nin kvadratı, 2'nin kvadratı. Sürətdə alındı 3. Bunları hesabladınız. 2 tam %25. Buradan çıxacaq 1 onda 5. Bunları hesabladınız. 8. Bu elədi 2 kökdə 2. 3'ü 3 kökdə 2'ye böləndə 1 böl kökdə 2. İrasyonaldan azalır əsas kökdə 2 böl 2. Kosinus kökdə 2 böl 2'ni alır. 45 dərəcədə. 19, 20 eyni sual. 21, 22 vektorların perpendikularlığına aiddir. Bir dəfə də deyək. Hərçənd artıq idi. 21. 4 mənfi 6. 3 m. Vektorlar perpendikulardır. Onda skalyar hasil 4 vur 3. Üstə gəl mənfi 6 vur m. 0 verməliydi. Mənfi 6 m. Mənfi 12'dir. M mənfi 12'ni mənfi 6'ya böldünüz. Müsbət 2'dir. Vəssalam. Növbəti 20 3 və 24 nömrəli suallar. (23 və 24 nömrəli suallar. Deməli, vektorlar verilir. Bizdən tələb olan odur ki, hansılar eyni istiqamətlidir. Əgər iki vektor nəzəri hissəsi belə idi də, iki vektor eyni istiqamətlidirsə, onların uyğun koordinatlarının nisbəti bərabər olmaqla sıfırdan böyüdür. Əks istiqamətlidirsə, nisbətlər bərabər olmaqla sıfırdan kiçikdir. Biz də 23'də baxırıq ki, hansı vektorların koordinatları nisbəti bərabərdir və müsbətdir. Məsələn, A ilə M 6 bölü 3, 8 bölü 4. Hər ikisi eyni cavab verir. Belə çıxır ki, A və M eyni istiqamətli vektordur. Əks istiqamətlidə də cavablar eyni olmalıydı. Lakin işarəcə mənfi yaranmalıdır. 24 onun oxşarı. Keçdik. 25'ə. 25 və 26 eyni tipli suallardır. Birini deyək, biri qalsın. 25. A 1, 3. B mənfi 2, 4. 3 A, B. Üstə gəl B, A ilə. B, A'nın skalyar hasilini tap. Tələbənin gedişləri hamısını eyni vektora çevirir. 3A, B. A ilə B'nin yerini dəyişir. Burada işarə fərqi yaranır. Olur mənfi A, B. Vur mənfi A, B. 3AB'dən AB'ni çıxır. 2AB. Vurur onu mənfi AB'ye. Alınır mənfi 2 AB'nin kvadratı. Mənfi 2 AB'nin kvadratı. Və tələbə bilir ki, vektorun kvadratı onun uzunluğunun kvadratına bərabərdir. Bu nəzəri faktı bilir. Vektorun kvadratı uzunluğunun kvadratıdır.
Bunu biz dərsin izahında ispat etmişik. AB vektorunu tapaq. AB vektorunu tapmaq üçün sondan başlanğıcı çıxırıq. Mənfi 2-dən çıxırıq 1-i. Mənfi 3. 4-dən 3-ü çıxırıq. 1. AB'nin uzunluğu uşaqlar 4 çıx 3 1 eləyir. Yəni mən biləni. Kökdə 10. Aha. AB'nin yerində kökdə 10 durur. Kökdə 10'un kvadratı 10 eləyir. Vururam 2'yə. Mənfi 20. Bu da sizin 25 nömrəli sualınız. S bəndi. 26 da bunun oxşarıdır. 27. A vektoru 2, 1. B vektoru mənfi 3, mənfi 1'dir. A üstə gəl B. Vur A çıx B'ni istəyir. Bu verir bizə A kvadrat çıx B kvadrat müxtəsər vurma düsturuna görə. Bu da eləyir A'nın modulu çıx B'nin modulunun kvadratı. Bir daha təkrarlayıram. Vektorun kvadratı öz modulunun kvadratıdır. Modul A necə tapılır? Kökün altında 2'nin kvadratı üstə gəl 1'in kvadratı. Kökdə 5. Modul B necə tapılır? Kökün altında mənfi 3'ün kvadratı üstə gəl mənfi 1'in kvadratı. Kökdə 10. Aparıb yerinə yazdınız. Kökdə 10'un kvadratı 10, kökdə 5'in kvadratı 5. 10 çıx 5. 5. Bu da sizin 27 nömrəli misalınız. Cavab neyse bu 27 idi. 5 çıx onu yazmalıydım özüsən. Birinci 5 elədi, ikinci 10 elədi. Deməli cavab nə bəndi? B bəndi. Keçdik. 28 bir quş. Oxşar. Keçdi 29'a. Burada məqsəd yenə dedim, bütün sualları demək yox. Və sadəcə oxuyan uşağı üçün bir dəstəkdir. Görməlidir ki, bax necə işlənir. A 3 mənfi 1. B mənfi 2 4'tür. Yox, bizəsən bu 28'i nəyə yazıram? 28 oxşarıdır. 29, 28 oxşar idi. A mənfi 2 5. B 3 1. C 2 6. D A çıx 1. 2 A'dır. AB vur CD 0'dır. D'ni tap. AB'nin CD'ye skalyar hasili 0'dırsa D neçədir? Birinci AB'ni tapırıq. AB necə tapılır? AB'ni tapmaq üçün biz 3'dən bəli çıxırıq mənfi 2'ni. 3'dən mənfi 2'ni çıxdıq. 5. 1'dən 5'i çıxdıq. CD'ni tapmaq üçün A çıx 1'dən 2 çıxdıq. A çıx 3. 2A'dan da 6 çıxdıq. 2A çıx 6. Bu 0 verməlidir. Skaler hasil necə tapılır? Birinci birinciyə, ikinci ikinciyə vurulub toplanır. Bunu buna vuranda 5A çıx 15. Mənfi 4'ü buna vuranda çıx 8A üstə gəl 24. 0 verməliyik. Mənfi 3A üstə gəl 9 0'dır. Mənfi 3A mənfi 9'dur. Müsbət 3'dür. Aha. Yəni tələbələr əziyyət çəkilməli, misallar özünüz tərəfindən işlənməli. Əfsuslar olsun ki, belə bir ciddi insanlığın problemi var, insanlığın artıq problemi var. Heç vaxt süni intellekt ustanı hal-hazırdakı bacarıqlı adamı keçə bilməyəcək. Bu aydın məsələdir. Amma kimi keçəcək və kimi bədbəxt edəcək?
Kimlər ki, hal-hazırda təcrübə qazanır, bu adam təcrübə yerinə hər bir misalı süni intellekt vasitəsilə yazırsa, o təcrübəni qazanmış olmur. Və olmayan təcrübə ilə mütəxəssis olması mümkün deyil. Çünki əvvəlində, özülündə təcrübə yoxdur. Ondan sonra onun təhsili hansı səviyyədə olur olsun, lap istəyir, dağıcı bir səviyyədə olsun, necə deyərlər, Harvardda oxusun, ancaq xeyri yoxdur artıq. Çünki özülündə təcrübə yoxdur, misal təcrübəsi yoxdur. Misal təcrübəsi olmalıdır, o əl işləməlidir və s. və ilə axır. İndi 30 nömrəli misal. 2 vektor perpendikulardır. Buna aid misal işlədik. 31 perpendikulardır işlədik. 32 A vektorunun uzunluğu 3'tür. B vektorunun uzunluğu 2'dir. A ve B vektorları arasındaki bucaq A ve B vektorları arasındaki bucaq 60 derecedir. A çıx B'nin uzunluğunu tap. Belə misalları yazmaq üçün tələbənin ciddi təcrübəsi lazım idi. Birinci dərk eləməli idi ki, A çıx B'nin uzunluğu elə A çıx B'nin uzunluğunun kvadratının köküdür. Sonra addımda deməli idi ki, vektorun uzunluğunun kvadratı vektorun elə özünün kvadratına bərabərdir. Yəni mən burada modul yerinə elə birbaşa özünün kvadratını yazarım. Ardınca tələbə deməli idi ki, müəllim, özünün də kvadratın müxtəsər vurma düsturuna görə açaram. Birincinin kvadratı hasilin 2 misli, ikincinin kvadratı. Ardınca isə deməlidir ki, A vektorunun kvadratı onun uzunluğunun kvadratıdır. 2 vektorun skalyar hasili, onların uzunluqları hasili vurulsun aralarında qalan bucağın kosinüsudur. B vektorunun da kvadratı modulda B vektorudur. Buradan misalı bura gətirdik. Bu buna bərabərdir. Fizikada əvəzləyici qüvvənin tapılma düsturlarından biridir. Yəni, bu metoddan tapılır o. A'nın yerində nə dayanıb? 3 kvadratı 9. Kosinüs 60 dərəcədə 2'də 1 alır. Buradakı 2'ni aparacaq. 2 vur 3 eləyəcək 6. Uzunluqların hasili. B'nin də kvadratı 4. Yekun cavab kökdə 7. Kökdə 7. Varianta. Otuz 3 A vektoru 2 mənfi 3'tür. B vektoru A vektoru ilə kollineardır. Bu deməkdir ki, kollinearlıq şərti var. B vektoru K vur A vektorudur. Əgər kollineardırsa. A vur B verilib mənfi 13. B'nin yerinə K vur A yazmalıydınız. Bu misalların hər biri təcrübə istəyir tələbədən. O təcrübə də yoxdur. Ona görə əziyyət çəkib o təcrübəni asta-asta qazanmalıdır. K vur A vektoru K vur A'nın kvadratı eləyəcək. A'nın kvadratı elə modul A'nın kvadratıdır. Bunun modulunu tapsaz kökün altında 4 üstə gəl 9 13 eləyəcək. Aparıb yerinə yazsaz K vur 13 mənfi 13'dür. K mənfi 1'dir. B vektoru K vur A vektorudur. A vektoru 2 mənfi 3'tür. 2 mənfi 3'ü də mənfi 1'ə vuranda mənfi 2 müsbət 3. Yenə diqqətli olun, etiraz eləyin, problem deyil.
Bu da oldu bizdə 2 mənfi 3. 2 mənfi 3. Hansı variantdadır bu belə? Mənfi 2 daha doğrusu 3. Gəlsin. Y bəndi. Növbəti. A vektorunuz 34 bunun oxşarıdır. 35 və 36 nömrəli misallar. Bu misalları yazmaqda uşağa ciddi misal təcrübəsi lazım idi. Çox ciddi. Və mənim xatirimdə elə bir tələbə olmayıb ki, bu misalı özü sərbəst yaza. Aha. Amma dəftərində olanlar olub, bəli. Amma köçürüb yazılır. Aha. 35. Yəni elə bir tələbə olubsa ki, birbaşa özü bunu birbaşa yaza bilibsə, onu əhsən. Amma mənim xatirimdə görməmişəm mən belə bir tələbə. Onda abituriyent üçün sual deyil. Sual abituriyent üçün sualdır. Hansı abituriyent üçün sualdır? O abituriyent ki, məktəbində normal oxuyur. Yəni bu repetitor yanında qazanılan təcrübə deyil. Məktəbdə normal oxuyur. Yəni uşaqlar sırf təkcə repetitor yanına getməklə belə tip misalları, bu iki vektor arasındakı bucağı tapmağı birinci dəfədən anormaldır. İndi 2-3 dəfədən müəllim göstərəndən sonra öyrəşə bilər. Birinci addım. Modul A modul B-yə bərabərdir. Bu iki vektor arasındakı bucağı tap. İki vektor arasında bu qalan bucağın kosinusunu istəyir bizdən. Qayda odur ki, sürətdə bu vektorların skalyar hasili, məxrəcdə isə bu vektorların uzunluqlarının hasili. Uzunluğu. Birinci hələ düsturu yazmalıyıq. Qeyd edim ki, burada bir əlavə şərt də var. A ilə B bərabərdir. A və B perpendikular. Ardından sürəti çox rahatlıqla vurub aça bilər. A-nı vurar 2A-ya. Eləyər 2A kvadrat. Çıx AB. Çıx 4AB. Üstə gəl 2B kvadrat. Bu uzunluqdan qurtulmaq üçün isə onu yaza bilər kökün altında A çıx 2B-nin kvadratı. Digərində yaza bilər 2A çıx B-nin kvadratı kökün altında. Bundan sonra nəzərə alar ki, A vektorunun kvadratı elə onun uzunluğunun kvadratıdır. A vur B halları skalyar hasil perpendikularlıq halında sıfıra bərabərdir. B özü kvadratı bunun modulunun kvadratıdır. Ardından burada kvadratı yüksəldəndə birincinin kvadratı hasilin 2 misli ikincinin kvadratı alınacaq. 4B kvadrat. Vur. Birincinin kvadratı hasilin 2 misli ikincinin kvadratı alınır. Ardınca A və B eyni uzunluğa malikdir. Hər ikisinin uzunluğunu L hərfi ilə işarə eləsək, bu 2L kvadrat, bu da 2L kvadrat eləyəcək. Yəni sürətdə alınacaq 4L kvadrat. Məxrəcə gələndə perpendikular vektorların skalyar hasili sıfırdır. Qeyd etdiyimiz kimi vektorun kvadratı elə uzunluğunun kvadratıdır. Uzunluqların da hər ikisini L hərfi ilə işarələdik. Oldu L kvadrat, üstə gəl 4L kvadrat. Yəni kökdə 5L kvadrat. Vur. Kökün altında 5L kvadrat. Eyni iki ədədi bir-birinə vuranda 4L kvadrat, 5L kvadrat alınacaq burada. L kvadratlar gedəcək, cavab 5-də 4. Bu sual nə buraxılışa, nə də qəbula düşmüyor. Belə tip sual. Aha.
Düşmə ehtimalı azdır. Çünki vektorları gözəl başa düşmək lazımdır burada. Gözəl başa düşmək lazımdır. 36 bu misalın oxşarı. 37, 38, 39 buna uyğun yazmışıq 2 vektor arasındakı qalan bucağa. 40 nömrəli sualı deyək, hərçənd ona uyğun da yazmışıq, amma xətrimizə dəyməyək. 40 nömrəli misalı yazaq. Deməli, deyilir ki, A 3, M mənfi 1, B 2, 1, N vektorları perpendikulardır və A ilə B-nin hər ikisinin uzunluğu eynidirsə, M üstəgəl N-i tap. Burada sistem tənli işləyəcəyik. Necə işləyəcəyik? Deyəcəyik ki, perpendikulardırsa skalyar hasil 3'ü 2'ye vurduq 6, M'i 1'e vurduq M, mənfi 1'i N'e vurduq mənfi N. Bu skalyar hasil sıfıra getməlidir. Uzunluqlar bərabərdir. Yəni birincinin kvadratları cəmi, koordinatlarının kvadratları cəmi, ikincinin koordinatları kvadratları cəminə bərabər olmalıdır. Buradan 6'nı bu tərəfə atsaq, M çıx N mənfi 6'dır. N kvadratını bu tərəfə atsaq, M kvadrat çıx N kvadrat. Bu 10 eləyir, bura 5 eləyir. 5'dən 10'u çıxırsan, mənfi 5 eləyəcək. Ardından buranı vuruqlara ayıra bilərsən. M çıx N. M çıx N'in yerinə mənfi 6'nı yaza bilərsən. Sonra ifadənin sağını da solunda mənfi 6'ya bölərsən. Cavab eləyər 6'da 5. Deməli, bu neçə nömrəli sual idi? 40. Cavab C-dəndir. Bəli, buraxılış sualıdır. Buraxılış sualıdır. 41 bunun oxşarıdır. 41 bunun oxşarıdır. Keçdik növbətiyə. Deməli, A vektoru verilib 2, mənfi 1, 0. B vektoru verilib 4, 3, 1. Və deyirlər ki, K-nın hansı qiymətində A üstəgəl KB vektoru ilə A çıx B vektoru bir-birinə perpendikulardır. Koordinatlarla verilibsə, siz də koordinatlarla işləyirsiniz. A'dan B-ni çıxmaq problemli deyil. 2-dən 4'ü çıxacaqsınız. Mənfi 2, yəni çıxmağı olanlar üçün problemli deyil. Mənfi 1'dən 3'ü çıxırıq. Mənfi 4. 0'dan 1'i çıxırıq. Mənfi 1. Aldıq mənfi 2, mənfi 4, mənfi 1. Misalları remix eləmişəm. Hansıların hansıyla? 42 mənfi 2, mənfi 1, 0, 4, 3, 1. 42'də nədir? Hə, burada 2A üstəgəl KB'dir. Bu da B çıxayılır. Yaxşı, B çıxadısa A çıx B'dən nə fərqi var? Sadəcə işarə fərqi var. 4 çıx 2, 2, 4, 1. 2A üstəgəl KB. 2A. Bunları topladı, vururuq 2'yə. 4, mənfi 2, 0. K vur B nədir? 4K, 3K, K. Topladıq. 4K üstəgəl 4. 3K çıx 2, 0 da K'ya vurduz. 0. Şərtə görə bu iki vektor bir-birinə perpendikulardır. Bu vektor və bu vektor perpendikulardırsa, onların skalyar hasili 0'dır. Bunu buna vurursan, olur 8K üstəgəl 8. Bunu buna vurursan, 12K çıx 8. 0'ı 1'e vurdun 0.
8'lər getdi. 20 dənə K sıfırdırsa, K'nın özü sıfırdır. K'nın özü sıfırdır. Bu qədər sadə. Keçək növbətiyə. Bu oldu bizdə 42 nömrəli misal. 43 oxşar. 44 kollinearlıq şərtini dedik. 46 vektorlar arasındakı bucaq. O haqda da danışdıq. 48 də eyni tip sualdır. 49 da eyni tip sualdır. Yəni eyni tip deyəndə ki, oxuyan tələbə üçün eynidir, oxumayan üçün hamısı fərqli bir şeydir. Deyəcək ki, bu nədir? Ay Allah, bu başqa şeydir. Sonra 50, 51 eynidir. Fərqli suala gəldik. 52-yə. Yəni, hər birinə uyğun tip göstərilib və müəllim deyirsə ki, sən oturub yaza bilərsən o aradakı deyilməyənləri. Deməli, düz deyir. Çünki təcrübəsi var. Bilir ki, tələbə bu faktları bilsəydi, yaza biləcək. İndi, tərəfləri 5 və 13 olan, hansı tərəf 5-də, hansı tərəf 13-də bilmirik. Əslində, AC və BD vektorlarının skalyar hasilinin modulunu tap. Modul sözü ona görə işlənib ki, 5-13 tərəflərini dəqiq biz bilmirik hansı tərəflərdir. O səbəbdən də cavab mənfi də alına bilər. Müsbətdən modul sözünə görə yalnız müsbət variantı götürmək lazım. Bu məsələni yazmaq üçün yenə də tələbənin kifayət qədər ciddi təcrübəsi olmalı. Yəni, tələbə birinci addım olaraq AC vektorunu 2 vektora parçalamalıdır. AB ilə BC-yə. AB üstəgəl BC AC-ni verir. Götürüb BD-ni parçalamalıdır. BD-nin də yerinə BA üstəgəl AD yazmalıdır. BD-nin yerinə istənilən hərflə bunu parçalamaq olar. Üstəgəl AD yazmalıdır. Deyək ki, belə bir təcrübəsi oldu. Onu da AB vektorun naməlumdursa, bu X vektorudirsa, BA vektoru mənfi X vektorudur. BC və AD paralelogramın qarşı tərəfləridir. Onlar paralel və bərabərdir. Onda bu Y vektorudursa, bu da Y vektorudur. Yəni bizdə nə alınır? Bir tərəfdə alınır Y üstəgəl X vektoru, digər tərəfdə alınır Y çıx X vektoru. Bu da verir birincinin kvadratı çıx ikincinin kvadratı. Vektorun da kvadratı onların uzunluqları kvadratlarıdır. İndi burada problem odur ki, hansı vektorun hansı olduğu bilmirik. Hansı 13, hansı 5 ise bilmirik. Modul soruşsa böyüdən kiçiyi götürəcək. Yəni, mən dəqiqliyə deyə bilmərəm ki, bu 13'dür. Amma modul soruşur da, ümumi qiymətin modulunu soruşur deyənə, böyüdən kiçiyi. Nəyə? Mən indi özümdən yazdım da, bura 13 yaza bilərəm ki. Burada yazımdan 5. Gəl, indi mən buranı uzadım bir şəkildə. Buranı qısaldım. Aha. Şərtin heç bir yerində, əziz tələbələr, nə şəkil verilir, şəkil görürsünüz verilmir. Hansı tərəfin hansı olduğu da deyilmir. Sadəcə deyilib ki, tərəflər neçədir? 5-dən 13'dür. Bu səbəbdən də şəkilə orientasiya olunmaq mümkün deyil. İstiqamətlənmək. Orientir deyilən coğrafiyanın 2-ci qrupa gedən tələbəmiz. İndi bu tam başlanğıcdadır, azimut dərsindədir. Aha, azimut dərsindədir. Orientir deyilən bir coğrafiyada anlayış var. Orientirə görə sən istiqamətini eləyə bilirsən. Aha. Məsələn, ağacda bitən mamırın istiqamətinə görə sən şimal və cənubu təyin edə bilirsən. Deməli, mamır sənin üçün orientirdir. Big Ben orientirdir. Günəş də orientir ola bilər.
Aha. Bəli, indi əfsuslar olsun ki, tələbələrin ümumi görürsüzsə biliklərində ciddi boşluqlar var. Deməli, 53 də oxşar suallardan biridir. 54 yüngül fərqli sualdır. Yüngül fərqli sualdır. Ona görə deyək. A və B vektorları arasındakı bucağı tap. Tələbələr burada, kim ki çox cavandır, müəllimlər də çox cavan olanlar, götürür burada A vektorunu tapır, B vektorunu tapır, sonra gedir kosinuslar tereminə. Çox cavansansa belə eləyə bilərsin. Amma tələbə dərk edir ki, bura 1, bura 1-dirsə, bura 45 dərəcədir. Bura 2, bura 2-dirsə, bura da 45 dərəcədir. Bu o deməkdir ki, mən bu xətti bura sürüşdürəsi olsam, iki vektor arasındakı bucağı tapmaq üçün onlara eyni nöqtəyə sürüşdürmək lazım. Buranın 45-ə əmələ gətirməsi, burada da 45 yaradacaq. Çünki, belə deyək də, sən bu xətti burada çəksən, bura 45-sə, bura da 45-dir. Bu iki bucaq eyni olmalı. Uyğun tərəfləri paralel olan bucaqlar oldu. Bura 45, bura 45-sə, iki vektor arasında qalan bucaq 90'dır. Yəni biz bunu koordinatlara girmədən də görə bilərik ki, iki vektor arasındakı bucaq 90'dır. Fikir verin, vektor həndəsə, cəbr və fizikanın eyni vaxtda birləşməsidir. 3 dərsin 3'ünü də əhatə edir. Aha. Yəni hər 3 dərsdə istifadə edə bilirsin. Aha. Növbəti 55, 56 oxşar suallardır. Yenə də bucağın kosinusunu tap. Amma 57'də fərqlilik var. A vektoru verilib. X01 bu fəzada yerləşən bir vektordur. Absis oxuyla, X oxuyla bu fəzada yerləşən A vektorunun əmələ gətirdiyi bucaq 30 dərəcədir. X-i deyir tap. Tələbə nəyi dərk eləməlidir? Nəyi dərk eləməlidir? Ümumiyyətlə, vektorun komponentləri hardan çıxdığını bilməlidir. Fəzada, ya fəzada olmasa müstəvidə də eyni şeydir. Hər hansı bir vektor, bu mənim vektorum olsun. Bu vektor X oxuyla da, Y oxuyla da, Z oxuyla da müəyyən bir bucaq əmələ gətirir. Deyək ki, X oxuyla alfa bucağını əmələ gətirir. Burada beta əmələ gətirir. Bu birisi ilə gammanı əmələ gətirir. Onda A vektorunun komponentləri, A vektorunun uzunluğu, vur kosinus alfa. A vektorunun uzunluğu, vur kosinus beta. A vektorunun uzunluğu, vur kosinus gamma. Hər bir vektorla əmələ gətirdiyi hal. Belə deyək ki, koordinatlar. Bizə də birinci komponent nədir? Birinci komponent nədir? A vektorunun uzunluğu vur kosinus alfa. Yəni bu x. A vektorunun uzunluğu vur kosinus bizim şərtimizə görə neçə dərəcəli bucağı əmələ gətirir? 30. İndi A vektorunun uzunluğunu necə tapacağım? Bu da ikinci sual. Bu A vektorunun uzunluğunu tapmaq üçün kökün altından nə edirik? Aha. Olur kökün altında x kvadrat. Üstə gəl nə? 1. X kvadrat üstə gəl 1. Belə mi girək? Belə girək. Belə girək. Vurulsun kosinus 30'da neçə alır? Kök 3 bölü 2. Gəlin belə girək görək. Nə cür alınır? Sonra davam edək. Hər iki tərəfi kvadrata yüksəltsək nə alarıq? X kvadrat bərabərdir.
4'də 3 eləyir bu. Vuranda buna 4'də 3 x kvadrat üstə gəl 4'də 3. Bunu bu tərəfə ataq. 4'də 1 x kvadrat 4'də 1 x kvadrat bərabərdir 4'də 3'ə. 4'ləri yığışdıraq. X'in kvadratı 3'dür. X kök 3'dür. Mənfisi deyil. Deyirsiniz, niyə mənfisi deyil ay müəllim? Çünki bu müsbətdir, bu müsbətdir. Bu nətər mənfi ola bilər ki? Eləmi? Hə, indi bu sualı tələbə necə yazır? Hə. Görürsünüz. Amma tələbələrimizin dəftərinə baxsaq, məlum olacaq ki, yazıblar. Yəni, bu sual komponentlərlə bucaq arasında əlaqəni göstərir. Mən burada düşünmüşüm. Asıl üzərindəsə, x-a 1 verdim, qalanlarına 0 verdim hesabladım. X-a 1 verdirsə, x-i necə tapdın ki? X 1'dirsə nəyə axtarırsan? Sizdən x-i soruşur və x-a 1 verir. O asıl üzərində demir. Sonra yazdım ki, komponentlər olaraq 1 0 0, sonra oradan x. X-i 1 tapmam, tamam, bəli. Davam eləyək. A. Tələbələrin burada yenə də maraqlı yolları var. Amma hər halda. 68-də eyni ilə bu sualdır. Keçdik 59-a. 59 və 60 oxşar suallardır. Birini deyirik. A və B vektoru arasında bucaq 60'dır. Əslində bunu oxşar dedik, amma xətrinizə dəyməyək. A 2'dir. B 3'dür. Modulda 2A çıx 3B'ni tap deyirlər. Tələbə, götürürsən kökün altında buraları silək. İki A çıx 3B'nin kvadratı yazırsan. Olur 4A kvadrat çıx hasilin 2 misli üstə gəl ikincinin kvadratı. İndi A 2'dir. Bu elə A'nın modulunun kvadratı yazaq bura hələlik. Çıx 12 modul A vur modul B. Əgər yadınızdasa belə bir anlayışlar yazdıq biz. Vur aralarında qalan bucağın kosinüsü. Burada da 9B'nin kvadratı. A2'dir. Kvadratı 4. Vurdun 4'ə 16. Kosinüs 60 dərəcədə 2'də 1 alır. Bu ilə bu ixtisar gedəcək 6. 6 vur 2 vur 3. 36. Üstə gəl 9 vur 9'da 81. Kökdə 61. Bu da 59 Y bəndi. 60'a da bakıyorum. Eyni sual deyil ki. Bəlkə sən kosinüs 120'nin mənfi 2'də 1 olduğunu nəzərə alın. Tələbəmiz deyir ki, cavab səhv çıxır, qoy 60'ı da de. Görək nə cür səhv çıxır. Bura 120 dərəcədir. Modul A 1'dir. Modul B 4'tür. 3A çıx 2B'ni tap. 3A çıx 2B'nin kvadratı olur 9A kvadrat hasilin 2 misli 12AB üstə gəl 4B kvadrat 9 modul A'nın kvadratı çıx 12 modul A modul B vur aralarında qalan bucağın kosinüsü. Qoy birbaşa 120 yazaq. 4 vur modul B'nin kvadratı.
9 vur A 1'dir, kvadratı 1'dir. Oldu 9. Koysunuz 120 dərəcədə mənfi 2'də 1 alır. Bu ilə ixtisar gedəndə olur üstə gəl. 6 vur 1 vur 4. Yəni 24. 4 vur 16. 4 vur 16. 64. Neçə eləyəcək bu? 97. Bir daha burasını yazmışdı. Cavab C bəndi. Buyur etiraz eşidirəm. Axırda hamısını düzəltmişəm. Axırda hesablamaq. Bəs əziz tələbələr, oturun bir daha deyirəm. Hesablama səhv eləmək problemli deyil. Ancaq anlayışı başa düşmək lazımdır. Başa düşdünsə də bir dəfədən alınmadısa 2 dəfə, 3 dəfə elə gör nəyi səhv eləyirsən. Keçdik. Bu 60. 61 nömrəli sualı deyirik.